Salamünaleyküm, xoş gördük hamınızı. Rudoğlu 2019 ümumcənin layihəsi olan Nəcib Əçidli layihəsinin bağlı məlumatlar vermək istəyirik. Bu layihə yerləşir Yasamal rayonunda. Yasamal rayonu Musa Muxtarov, keçmiş məşhur Palıq küçəsi, Balabacı Məcidov, Əbilov və Cəfər Cəfərli küçəsi. Bu 4 küçənin kəsişməsindədir. 66 sot ərazidir. Hal-hazırda burada həyət evlərdir. Və Azərbaycan Respublikasının dövlət proqramına əsasən ki, Bakı şəhərinin yenidən qurulması, abadlaşdırılması, yəni vaxtı keçmiş həyət evlərinin və binaların sökülür, üzərinə müasir binaların tikilməsi ilə bağlı dövlət proqramı ki var. O proqramla biz də əldə əsas tutduq və Rudoğlu 2019 MMC. Bu layihə ərazidə, yəni adın qeyd edilmə ərazidə layihə işləri görür və 2 blok 14 mərtəbə. 22.000 kvadratdan ibarətdir bu layihə. Ümumi sahəsi 1, 2, 3, 4 daxil evlərdir və mənzillərdir. Burada mənzillər 2 hissəyə bölünür, təmirli və təmirsiz. Və təmirli mənzillər orada yaşayan sakinlərin tikiləcək binada ki, mənzillər veriləcək. Yerdə qalan sakinlərdə isə tutduqları sahənin qarabazar qiymətinə alınıb sökülməsi. Bina altı qarajlar, 1-ci, 2-ci mərtəbə mağaza, ofis sahələri və ümumi mühafizə olunan həyət. Bir daha qeyd edirəm, yəni Rudoğlu 2019 MMC-nin Nəcib Əçidli layihəsidir. Yasamal rayonu Əbilov, Musa Muxtarov, Cəfər Cəfərli və bir də Balabacı Məcidov küçəsi. Layihənin də rəhbəri Elbrus Əliyevdir. Sağ olun, Allah amanında, Allah köməyiniz olsun.